Qoç. Son bir neçə ay mübarizə kimi görünə bilərdi, lakin 23 oktyabrdan sonra hər şeyin buna dəyər olduğunu başa düşəcəksiniz. Siz hər məyusluqdan dərs aldınız və indi onu tətbiq etməyə hazırsınız. Əvvəllər sizi geridə saxlayan hər şey birdən böyümək üçün tramplin olur. Siz sadəcə sağalmırsınız, çiçəklənirsiniz. Güvən geri qayıdır və onunla birlikdə güclənmə hissi. İçinizdə tüğyan edən fırtına nəhayət səngiyir və görürsən, qeyri-mümkünə indi nail olmaq olar. Şübhə və qorxu olmadan hərəkət etmək vaxtıdır. Ox atan. Sizi ağırlaşdıran hər şey tədricən əriyir, yerini ilham və daxili azadlığa verir. Enerji, nikbinlik və canlı həyat yaşamaq istəyi geri qayıdır. Ay üçlüyü Yupiterin təsiri altında səylərinizin boşa getmədiyini anlayacaqsınız. Tale sizə səbir və özünə inamın düzgün seçim olduğunu göstərir. İndi siz illüziyaları həqiqi ümiddən ayıra və reallığa əsaslanan planlar qura bilərsiniz. Bu, dönüş nöqtəsi olacaq. Oxatan bürcü, fürsətlər, səyahətlər, yeni üfüqlər və çox sevdiyiniz azadlığın dadı sizi gözləyir. Balıqlar. Cümə axşamı Ay və Yupiterin təsiri altında nə qədər irəli getdiyinizi və qarşıda nə qədər çox şeylər olduğunu anlayacaqsınız. Sizə həyat haqqında təsəvvürünüzü tamamilə dəyişdirə biləcək bir epifaniya gətirəcək. Bu son deyil, kəşf və sevinclə dolu uzun bir səyahətin başlanğıcıdır. Cəsarətlə irəliləyin, şübhə etmədən və ya geriyə baxmadan. Lazım olan hər şey artıq sizin içinizdədir. Bu yeni mərhələ yüngüllük, azadlıq və daxili sülh gətirəcək.